hörmətli tamaşaçılar, Talk TV televiziyasında siyasi baxış verilişinin bugünkü qonağı siyasətçi Rəşad Orbeydir. Rəşad bəy, xoş gördük. Xoş gördük. Bilirsiniz, dünyada hazırda siyasi və iqtisadi vəziyyət mürəkkəbləşir. Donald Trump'ın proteksionizm siyasəti, bir növ dövlətlərin öz sərhədlərinin çəkilməsi, artıq qloballaşma sisteminə imtina edilməsini biz görürük. Dövlətlər həm iqtisadi, ticari, həmçinin siyasi sferada demək olar ki, qloballaşmadan imtina edirlər. Mesela Azərbaycan da bilirsiniz, beynəlxalq birliyi subyektidir və Azərbaycan da daimi öz müstəqil gündəmi var. Ötən gündə Prezident İlham Əliyev adada çıxışında məhz bir çox məsələlərə toxundu, xüsusilə xarici siyasətlə bağlı, iqtisadi siyasətlə bağlı. Xüsusilə Amerika ilə Azərbaycanın bundan sonra strateji tərəfdaşlıqda maraqlı olduğunu prezident vurğuladı. Həmçinin Almaniya ilə də. Bilirsiniz ki, artıq Almaniyada yeni bir hakimiyyət formalaşacaq. Onlar da Almaniya yenidən qayıtdı mesajını da veriblər. Sizcə, Azərbaycan prezidentinin Amerika ilə strateji tərəfdaşlıq inkişaf etdirmək siyasətini Amerika tərəfi müsbət cavab verəcəkmi və Azərbaycan xarici siyasəti dünənki prezidentin çıxışından sonra necə qiymətləndirirsiniz? Sual biraz çox geniş oldu. Elə hissə suala cavab verək. Ümumiyyətlə, ABŞ-da yeni prezident seçkilərdən sonra yeni prezidentin vəzifə başına gəlməsi dünyada həqiqətən də bütün sahələrdə, təkcə iqtisadi sahədə yox, hərbi siyasi sahədə də, bütün mədəni sahədə də, ümumiyyətlə dünyada bugünə qədər mövcud olan baxışlar sistemində bir sirkələnməyə səbəb oldu. Yəni, təbii ki, Donald Trump'ın biraz narahat bir siyasi subyekt olduğunu əvvəlki prezidentliyi dövründə biz bilirdik, görürdük və bu səfər artıq tamam fərqli bir Trump ortaya çıxır. Əvvəlki şıltaqlıqlarından çox bu dəfə artıq konkret qarşısına hədəflər qoymuş bir prezident görürük. Bu hədəflər bəlkə də bizim xoşumuza gəlir. Bir çox dövlətlərdən, bir çox ictimai rəydə bu baş verən hadisələrə bir mənalı münasibət yoxdur. Çünki hər kəs Trump'dan sanki onun düşüncələrini həyata keçirməlidir kimi bir illüziya tapılır. Amma bu Donald Trump ABŞ prezidentidir və atdığı addımlar ABŞ sürür. Biz bir şeyi əvvəlcədən nəzərə almalıyıq ki, ABŞ hər nə qədər də qlobal bir güc mərkəzi olsa da, yəni dünyanın hər yerinə çatmağa çalışma obrazı yaranmış bir dövlət olsa da, ABŞ həm də özü ayrıca bir dövlətdir. Özünün problemləri var, daxili problemləri var, ətrafındakı ölkələrlə problemləri var, dənizlərdə problemi var, bir çox sayıdır və Donald Trump da məsələyə əslində buradan yanaşır ki, biz öz problemlərimizi əvvəlcə həll eləməliyik. Ondan sonra dünyanın arasında bir problem varsa, gücümüz çatan miqyasda biz o problemlərin çözülməsinə... Bundan Rusiya istifadələr edə bilərdir, bilirsiniz, Rusiya Ukraynaya təcavüz etdiyi gündən bu yana beynəlxalq güc olmaq şansını itirir. Rusiya özünü rüsva elədi, Rusiya özünü rəzil elədi, dünya ictimai rəyində. Yəni, hər nə qədər olmasa da, dünyada bəlli bir standartlar formalaşır, dünyada ərazi bütövlüyü, sərhədlər, suverenlik bir standartdır, dövlətlər arası bir standartdır. 70 ildən çox bu sistem bu şəkildə gəlir və Rusiya qalxdı bu sistemi pozmağa çalışdı, qaba şəkildə pozmağa çalışdı və bugün Rusiyanın apardığı müharibə hansısa dövlətdə nəyisə izah etmə və ya başa salma müharibəsidir. Bu təcavüzkarlıqdır. Təsəvvür edin ki, mülki obyektlərə zərbələr endirmək, uşaqların, qadınların, uşaqların öldürülməsi nə deməkdir? Yəni, bu artıq müharibə qaydalarını da, əslində müharibənin qaydasının olması anormal bir vəziyyətdir. Müharibədir, nə qaydası olmaq demək var. Amma hətta bəlli bir qaydalar varsa da, bu qaydalar da bilək ki, yəni Putin establishmenti hal-hazırda insanlıq adına bir cinayətlə məşğuldur. Mən keçən dəfə də yazmışdım. Ümumiyyətlə, məcburiyyətdən və ya zərurətdən Rusiya ilə əməkdaşlıq içində olan, tərəfdaşlıq etmək məcburiyyətində qalan dövlətlər var ki, hətta onların o ölkələr belə artıq ehtiyat edirlər. Məsələn, dünənləri dövlət başçısı İlham Əliyevin Ukrayna-Rusiya müharibəsindən dolayı
verdiyi fikirləri ortaya gördük. Yəni sətr arası mesajlar verir. Rusiyanın işğalçı olduğunu deyir. Yəni, faktiki deyir ki, biz Rusiyanın Ukraynanın işğal etməsinə barışmayacağıq. Çünki Ukraynanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi, həm də Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı qətiyyətinin bir başqa formasıdır. Bu fikir məhz Azərbaycan prezidentinə gəlib də müəyyən müsbət imzlərin formalaşmasına gətirmiş. Xana bilərəm və bu Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edir? Mən sizə prezidentin bu mövqeyi, bu mesajı... Bir məsələni də deyim. Əslində Rusiyanın, bugünkü Kremlin establishmentin Cənubi Qafqazla bağlı siyasətində köklü dəyişikliklərin bir səbəbi də Ukrayna-Rusiya müharibəsidir. Yəni Azərbaycanın, Gürcüstanın, Ermənistanın dövlət başçılarının əvvəlki ritorikadan daha belə cəsarətli ritorikalara keçməsinin səbəbi əslində Ukrayna-Rusiya müharibəsində Rusiyanın zəifləməsidir. Məsələ bilirsiniz necədir? Mən bir nüans olaraq deyirəm. Məsələ Rusiyanın döyüş meydanında uzmağı, məğlubiyyəti və yaxud da orada özünü daha belə sanmalı bir dövlət kimi göstərməyindən getməli. Rusiya bütün sahələrdə olsun, iqtisadiyyatda olsun, elmdə olsun, təhsildə olsun. Təsəvvür edin ki, bir ölkə ki, Şimali Koreyadan asılı vəziyyətdə qalır, bir ölkə ki, İranın hər bir sənayesindən asılı vəziyyətdə qalır, bir ölkə ki, nə bilim, Çindən, Hindistandan asılı vəziyyətdə qalır. Bu ölkəni, Rusların sözü olmasın, çox üzr istəyirəm, derjava adlandıra bilmək. Artıq o derjavalıq gedib, bitib, yoxdur. Məsələ ondan getmir ki, biz Rusiyanı sevmirik, Rusiya hər hansı bir patoloji bir nifrətimiz var deyə biz bunu deyirik. Yox, görünən, gəlinen nöqtə odur. Və Rusiya bütün parametrlərdə uza getdiyinə görə Rusiyanın artıq bir qlobal güc faktoru kimi ABŞ-ın, Çinin, Avropa Birliyinin yanında belə görünməsi bugün üçün real görünmür. Mən məsələn, Trump məsələsindən gəlirəm. Məsələn, bayaq dedim, yəni biz gözləyirik ki, Trump ABŞ prezidentidir və atdığı bütün adımlar dünya üçün yaxşı məsələ olmalı. Halbuki bu da illüziyadır. Yəni, sizin bayaq yaxşı bir söz dediniz. Yəni, hər kəs artıq öz qılına çəkilir, hər kəs öz içinə çəkilir. Amma qlobal iqtisadiyyatdan, liberal iqtisadiyyatdan imtina dünyaya yaxşı şeylər verəcəkmi? Yəni, dünya iqtisadiyyatında bir impulslar, bir yeni bir çağ açacaqmı? Bu özü mübahisədir. Çox mübahisəlidir. Çünki bu atılan bu addımlar ki var, Trump'ın tarif siyasəti deyək. Bunlar hamısı mən belə başa düşürəm ki, belə deyək də, uzun müddətli perspektiv üçün nəzərdə tutulmuyor. Sadəcə ABŞ-ın bir dünya iqtisadiyyatında hegemonluğunu bir daha ortaya qoyması üçün yeni bir metodlardır ki, Trump çalışır ki, dövlətlər ondan bir hesablaşmaya başlasınlar və faydalar qarşılıqlı olsun. Yəni, belə başa düşürəm. Çünki baxırsınız, Trump'ın atdığı addımlarda Amerika ictimai rəyində də bir ciddi ciddi bir təpki yoxdur. Yəni, ara sıra bu mitinglər başlayıbdı Amerikanın şəhərlərində, ştatlarda. Amma bu mitinglər, aksiyalar hamısı belə də xaotik gedir və Amerika sisteminin özündə Trump'ın atdığı addımlarla bağlı bir ciddi təpki yoxdur. Sanki bir gözləyirlər ki, belə bu proseslər hara aparacaq. Buradan da bir qənaət formalaşır ki, Trump qərarları tam da öz başına eləmir. Bunlar hamısı bəlkə də bir müddətdir ki, hesablanmış, təhlil olunmuş və o təhlillər nəticəsində bu addımlar atılmalıdır, qənaəti formalaşmış bir sistematik bir işə bənzəyir. Çünki biz bilirik ki, demokratlar da zəif bir siyasi təşkilat deyil. Yəni, uzun illər Amerikanın iki təşkilat, yəni Respublikası ilə demokratlar. Mən gəlirəm elə məsələnin o hissəsinə, bu ABŞ-Azərbaycan münasibətlərinə. Ümumiyyətlə, ABŞ-Azərbaycan münasibətləri təkcə şəxslər üzərində olan bir münasibətlər deyil. Mən məsələyə buradan yanaşmaq istəyirəm. Çünki artıq 92-ci ildən bu yana Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən biri də elə ABŞ oldu. Və ABŞ son 30 ildə Azərbaycan müstəqilliyinin mövcudluğu faktoruna çevrilmiş bir ölkədir. Yəni, istəsək də, istəməsək də, qəbul etsək də, qəbul etməsək də, yəni burada Amerikan pərəstlik etmək istəmirəm. Sadəcə bir qlobal bir güc mərkəzi olaraq, beynəlxalq münasibətlər sisteminə sadiq qalan bir dövlət olaraq Rusiya rəhbərlik.
Azərbaycanın öz mövcudluğunu Rusiya imperiyası, İran imperiyası arasında Sent-Peterburq effektində əzilməməsinin tək səbəblərindən biri də ABŞ. ABŞ-dakı ABC maraqları, iqtisadi maraqları, siyasi maraqları. Yenə deyirəm, burada təbii ki, Türkiyə faktoru da var, burada Avropa İttifaqı faktoru da var, burada Böyük Britaniya faktoru da var. Mən yəni ABŞ-dan danışırıqsa, bu ABŞ faktorunu sonra qeyd eləməliyik. Və son 30 ildə təbii ki, o münasibətlərdə ilişkilər, yoxuşlar olubdur. Və Azərbaycan ümumiyyətlə ABŞ-ın başlatdığı qlobal proseslərdə, istər geosiyasi, iqtisadi proseslərdə mütəmadi iştirak edir bu proses. İstər sülhməramlı proseslər olsun dünyanın müxtəlif bölgələrində, istər qlobal iqtisadi forumlarda, dövlətlər arası münasibətlərin yaxşılaşması prosesində məsələn ABŞ-ın rolu danılmazdır. Və biz ABŞ-la münasibətlərimizə hər zaman mən belə başa düşürəm ki, həm ehtiyatlı yanaşmalıyıq, həm də qorxmamalıyıq. Yəni və münasibətləri kəskinləşdirən ritorikadan da nə qədər çox uzaq olsaq belə yaxşıdır. Niyə? Çünki biz istəsək də, istəməsək də elə bir coğrafi mövqedə yerləşirik ki, bu coğrafi mövqenin problemləri bitmir. Yəni Cənubi Qafqaz, Yaxın Şərq, Qaradəniz hövzəsi, Xəzər dəniz hövzəsi, bu bölgə tarixi, uzun illər, min illərdir ki, müharibələrin, qovğaların, xalqlar arası toqquşmaların bir savaş meydanına çevrilib və biz düşünsək ki, burada problemlər bitəcək, burada müharibələr bitəcək, toqquşmalar bitəcək, bu da bir illüziya. Yəni, bu günləri biz məsələn müharibədən çıxmış ölkəydik və Ermənistana sülh müqaviləsi bağlamaq ərəfəsində kimi görünürük, amma hələ də sülh müqaviləsi bağlanır. 5 il keçib, hələ də sülh müqaviləsini bağlayamıyoruz. Hələ də Ermənistan sərhədlərinə bizim döyüş postlarımıza güllə atırlar. Yəni, bunun özü də o ehtimalı yaradır ki, deyək ki, bu bölgədə hələ heç nə bitməyibdir. Biz tam olaraq bu münaqişələri bitirmək üçün güc mərkəzlərində, qlobal güc mərkəzlərində, xüsusilə ABŞ-la münasibətlərimizi yaxşı eləməliyik. Və Prezident də məhsul o istiqamətdə ABŞ həmin bizlə əməkdaşlıq edəcəkmi strateji tərəfdaşlıq? Biz Ermənistanla strateji tərəfdaşlıq partiyasını imzaladıq. Azərbaycan maraqlıdır ki, indiki ABŞ administrasiyasına əlaqələr inşa edilsin. Vaşinqtonun baxışı necə olacaq Azərbaycana? Vaşinqtonun baxışı mən belə başa düşürəm ki, pis olmayacaq. Niyə? Çünki nəzərə alaq ki, 30 ildən sonra 44 günlük Vətən savaşı elə Trumpın vaxtında oldu. Yəni Trumpın prezidentliyinin son ili idi mən bildiyim qədər və həmin ərəfədə düz pandemiya idi, qlobal bir pandemiya idi. Prezident seçkiləri ərəfəsində də, amma administrasiya işləyir, dövlət işləyir, dövlətin bütün qurumları işləyir. Yəni o demək deyil ki, başları qarışıqdır. O ümumiyyətlə o söz də yəni tənqid belə deyək də, düzgün mövzuya düzgün yön verəcək ifadədir. Hərdən deyirlər, böyük dövlətlərin başları qarışıb, biz öz işimizi görək. Yox, elə şey, bütün qurumlar işləyir, proses işləyir, media işləyir, hər şey işləyir. O yüzdən demək olmazdı ki, Amerikanın başı qarışdı, Azərbaycan silahı ələ aldı, getdi torpaq işğalından azad elədi. Yox, sadəcə olaraq bəli, Trump administrasiyası Azərbaycanın bu problemi artıq həll eləməsi gerçəyini anladı. Anladı ki, artıq Azərbaycanı incitmək olmaz, artıq Azərbaycanın bu şəkildə üzərində getmək olmaz. Azərbaycanın hansısa onun maraqlarına zid, milli maraqlarına zid sövdələşmələrə məcbur etmək olmaz. Təbii ki, bu mənada da Azərbaycanın 30 il ərzində ortaya qoyduğu, yəni sırf xarici siyasət danışıram, xarici siyasət, torpaqların işğaldan azad olunması ilə bağlı ortaya qoyduğu iradə də öz sözünü dedi. Çünki son 30 ildə bizə bir çox ATƏT Minsk qrupu çərçivəsində bir çox layihələr təşkil olundu. Qarabağ münaqişəsinin normallaşması, münaqişənin həlli ilə bağlı. Amma o heç biri Azərbaycan milli maraqlarına uyğun gəlmədiyinə görə biz axırda məcbur olduq silaha əl ataq, çünki səbrimizin də bir həddi var. Və Allah'a çox şükürlər olsun ki, yəni 3000-dən çox şəhid verdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza, müharibə iştirakçılarımızın canı sağ eləsin. Bütün xalq olaraq, cəmiyyət olaraq, siyasi təşkilatlar, vahid bir yumruq ətrafında, Ali Baş Komandanın vahid yumruq ətrafında birləşərək bu problemi həll edirik. Bu gözəl, əla. Məsələnin bu şəkildə bitməsində təbii ki, yenə deyirəm, ABŞ-ın belə deyək də, neytral qalması çox şey həll edir. Məsələn, adətən deyirlər ki,
müharibə vaxtında qərb bizim üstümüzə gəldi, qərb təşkilatları bunu elədi, qərb təşkilatları, qardaş, neynədi? Heç nə eləmədilər. Yəni, qərb təşkilatları neytral qalmalı, bir-iki fərdi olaraq siyasətçilər çıxıb tweet atdılar. Müəyyən məsələn parlamentlər səviyyəsində belə xırda-xuruş bir cəhdlər oldu ki, burada xristian təəssübkeşliyindən irəli gələrək Ermənistanı tək buraxmamaq istədilər. Amma beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü prinsipi, suverenlik prinsipi, bütün bunlar Azərbaycanın yanındaydı, tərəfində olduğuna görə nə Avropası, nə digərləri bu yanlış edə bilməz. Niyə? Çünki Avropanın özündə bilirsiniz nə qədər separatist dairələr var. Fransanın özündə 14 muxtar vilayət var. Belə deyək də, yəni Fransa federativ dövlət olmasa da hər birində etnik kimliklər var, ayrı-ayrı. O etnik kimliklər baş qaldırsa Fransa qarşıdır. Və İspaniyanın özündə Katalonlar var, Basklar var. Yəni Avropa özü separatizmdən o qədər əziyyət çəkən bir bölgədir ki, Avropanın təsnif olaraq Azərbaycanın qarşısında hansısa bir dırnaqarası Dağlıq Qarabağ subyekti vahidinin məsələlərini qabartması absurddur. Özü-özünə problem yaradır. O yüzden heç fərdi şəkildə müxtəlif siyasətçilər liqiyasında, səviyyəsində müharibənin baş verməməsi üçün, yaxud da baş vermiş müharibə ilə bağlı Azərbaycanı incitəcək, yəni nə bilim, belə deyək də fikirlər söylədilər, amma təbii ki, Azərbaycan artıq qərarını vermişdi. Və bu nöqteyi nəzərdən həmin o qərbin və həmin o qərbi də, belə deyək də, qərb təsisatları da bir növündə demokratların dövründə ABŞ-la daha konsolidasiya şəkildə fəaliyyət göstərdilər, yəni koordinasiya edilmək işləri. O nöqteyi nəzərdən, yəni ABŞ-ın, Avropanın Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycanın verdiyi qərara neytral qalması heç bir dövlət səviyyəsində qərar olmadı, heç bir, məsələn, Avropa Birliyi, Avropa səviyyəsində qərar olmadı ki, məsələn, Azərbaycan sanksiyalar olmadı, yəni bu günləri Ukraynaya işğalçı müharibə aparan Rusiyaya qarşı qərbin ortaya qoyduğu bu mövqeyi Azərbaycana qarşı olsaydı biz bunun altını necə çıxardı? Mümkün deyildi çıxmamız. Və bunlar heç bir olmadı. Və ona görə biz deyə bilmərik ki, məsələndə bizə qarşı belədirlər. Təbii ki, yenə deyirəm, biz nə İrandan, nə Rusiyadan, nə ABŞ-dan, nə İngiltərəsindən, nə bilim Avropa dövlətlərindən bizi sevmələrini gözləyə bilmərik. Biz niyə elə fikirləşirik ki, bunlar bizə sevgi ilə yanaşmalıdırlar, bunlar bizə ədalətli olmalıdırlar? Niyə? O illüziyanı biz harada yaranır bizdə? Biz də heç kimi sevməməliyik. Hər kəsin bir marağı var və dövlətlərarası münasibətlərdə əsas olan nədir? Maraqlardır. O maraqlar bir yerdə bizim milli maraqlarımıza, strateji maraqlarımıza tapdalayanda biz qırmızı işığı yandıracaq. Biz də kiminsə milli maraqlarına, strateji maraqlarına tapdalayanda ki, mən hələ ki belə bir şey görmürəm, onların da haqqı var bizə qarşı hansısa bir mövqe ortaya qoymağa, bilirsiniz. Yəni bu artıq uzlaşma nöqtələri tapılmalıdır. Bu iki məsələ arasında, yəni maraqlar arasında uzlaşma tapılmalıdır. Azərbaycan dövlət, Azərbaycan hakimiyyəti bu uzlaşma tapa bilir mi? Xarici siyasətdə, mən yenə deyirəm, yəni Azərbaycan təbii yenə deyirəm, bu elə bir coğrafi mövqedə yerləşmişik ki, bizim problemlərimiz çoxdur. Yəni, istər daxili problemlərimiz olsun, istər sosial problemlərimiz olsun, bir çox sahələrdə ciddi problemlərimiz var. Amma bugünə qədər xarici siyasət, diplomatiya sahəsində, düşmənlə mübarizədə Azərbaycan dövlətində, Azərbaycan dövlətini idarə edən şəxslərdə problem axtarmanın tərəfdarı deyil. Məsələn, biz o vaxt Azərbaycan Yüksəliş Partiyası, mən başqan müavini idim və siyasi məsələdə özüm başqan müavini idim. Hər dəfə TV-yə çıxarında, bu mövzu açılanda mən həmişə deyirdim ki, dost var, düşməndir. Dövlət xarici düşmənlə qarşı-qarşıyadır. Xarici siyasət və diplomatiyada Əliyevi tənqid etməyə o qədər mövzu var ki, amma bu mövzu o mövzu deyil. Yəni, dövlətçilik təfəkkürü, dövlət əxlaqı, dövlət tərbiyəsi bizdə məcbur edir bu yanaşmaya sadiq qalaq. Çünki artıq o meydança dövlətin meydançasıdır. Və başında kimin dayanmasından asılı olmayaraq o makam ki var, o vəzifə dövlət atıdır, dövlətin makamıdır, dövlətin kürsüsüdür. Ona görə biz bu məsələlərdə tənqid axtarmayacağıq. Ola bilsin müəyyən düzəlişlər üçün bir fikrimizi ifadə edək ki, məsələn, burada belə olsa daha yaxşı olardı, burada belə olsa daha yaxşı olardı, bu başqa məsələ.
Amma təbii ki, başqa sahələrdə, başqa mövzularla bağlı tənqidlərimiz də var, olub, olacaq. Bu da niyə var, olub, olacaq? Çünki tənqid olmadan, bir şeylər tartışmadan, bir şeyləri göstərmədən, hansı ki bir yerdə axsama varsa, necə inkişaf edəcək?